Görünməyən əlillik nədir? Əlillik dedikdə bir çox insanın ağlına ilk olaraq ağ əsa, eşitmə aparatı və ya əlil arabası gəlir. Lakin əlillik hər zaman gözlə görünmür. Bəzi sağlamlıq məhdudiyyətləri xaricdən hiss edilməyə bilər və bu hallar görünməyən əlillik adlanır. Görünməyən əlilliklərə hemofiliya, diabet, autizm spektr pozuntusu, epilepsiya, xroniki ağrı sindromları, ürək xəstəlikləri, eləcə də psixoloji və nevroloji vəziyyətlər daxildir. Bu şəxslər gündəlik həyatda normal görünə bilsələr də, onların əlavə qayğıya, anlayışa və dəstəyə ehtiyacı olur. Xüsusilə hemofiliya kimi xəstəliklərdə xaricdən heç bir əlamət görünməsə də, insan qəfil qanaxma riski, fiziki yüklənmədən doğan təhlükələr və daimi tibbi nəzarət ehtiyacı ilə üz-üzə qala bilər. Görünməyən əlilliyi olan insanlar tez yorula, ağrı, diqqət çətinliyi və stresə həssaslıq yaşaya, eləcə də qəfil tibbi risklərlə qarşılaşa bilərlər. Bu vəziyyət onların iş mühitində, ictimai nəqliyyatda, xidmət mərkəzlərində və cəmiyyət daxilində əlavə çətinliklərlə üzləşməsinə səbəb olur. Unutmamalıyıq ki, əlillik hər zaman zahirən görünmür. İnsanlara ön mühakimə olmadan yanaşmaq, xidmət və münasibətlərdə fərdi ehtiyacları nəzərə almaq inklüziv cəmiyyətin əsasını təşkil edir. Bəzən sadəcə səbirli olmaq, sual vermək və insanın ehtiyacını dinləmək kifayətdir ki, o özünü daha təhlükəsiz və rahat hiss etsin. İnklüziv cəmiyyət naminə birlikdə çalışaq.